Bu dövrə uyğunlaşmayın. Əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırt edə biləsiniz. Allah bugün deyir, dəyişməyə özünü məcbur etmə. Mən bunu istəməmişəm səndən. Mən səni dəyişdirmək istəyirəm, amma bunu səni məcbur edərək etmirəm. Mənim səndən istədiyim səninlə bir yol getməkdir. İstəyirəm indi mənimlə bir yola çıxasan. Yolumuz göylər evinədir. Bu yolun hər addımı səni dəyişdirəcək. Sən hər addımda yenilənib, yeni mənliyə bürünəcəksən. Salihlik paltarının bir ilməsini toxuyacaq. Getdiyimiz yollarda olan çətinliklər səni gücdən salanda mən səni əllərim üstündə aparacağam. Ayaqlarını yaralayan daşlardan səni qoruyacağam. Səni canına gələn bütün bəlalardan qoruyacağam. Bu yolda sən məni tanıyacaqsan. Məni tanıyaraq böyüyəcəksən. Böyüdükcə dəyərli hiss edəcəksən. Dəyər hissi etdikcə məni və getdiyin yolu sevəcəksən. Əzizim, mən sənə sevməyi öyrədəcəyəm. O zaman sevgi səni dəyişdirəcək. Artıq geriyə baxmağı düşünməyəcəksən. Gələcək sənə qaranlıq görünsə də mənə etibar etməyi öyrənəcəksən. Mənə etibar etdikcə dəyişəcəksən. İnsan xasiyyətlərini atıb mənim səbir və həlimliyimə bürünəcəksən. Hə əzizim, bax belə göylərə çatacağıq.